Belə. Junior da gəldi. Belə. Salam Junior. Amin. Deməli, necə uşaqlar? Gününüz necə keçir? Yaxşı, mən siz necəsiz? Sağ olun, mən də yaxşıyam. Yaxşı. Deməli, bugün ayın bir dənə düşünək 28 olmalıdır, deyil, 08. Amina burada. Çınar burada da, bəli. Cavid burada, Ayxan burada, Hüseyin yoxdur. Aslan burada, Gönül burada. Adını çəkmədiyim oldu mu? Olmadı da yox. 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 6. Təşəkkür. Bundan çıxa bilərik. Deməli, buradan çıxaq, bundan çıxaq. Bu bizə aiddir. Biz başqa şey vermişdik evə. Finanslarımız. Müəllim, o hala da tapşırıqlar göndərmək olmur, müəllim. Mən indi də yoxladım, göndərmək olmur. Mən girdim, Codeforce-dan gəldi nəsə problem. Aha, bildim. Uşaqlar connect eləmək lazımdır. Sadəcə belə mən bunu belə də hamıya bir-bir səs olaraq atıb izah edə bilməyəcəydim. Mən denədim, yazaz soruşdum, şəkil zad atdım. Elədim, yenə də alınmadı. Aslan, sözün var. Məndə də olmuşdu. Həm E-Olimpdə olmuşdu, həm də Atcoder'da. Deyəsən mənim bu virtual gedə ümumilik bir problemdir. Yəni yeniləmədir deyəsən. Çünki yalnız Atcoder'da olmur. Onu açdıqdan sonra da olmur. Username, password yoxlamısınız? Bəli, məcid. Sözlə Təzdən girmişəm zat, hər şey denəmişəm, yəni. Mənim Codeforce parolum nə idi görəsən? mən biraz söz demək olar. Buyur. Mən bunun hər şeyini düzəltmişdim, E-Olimpisini. Orada mən elə bil buradan yox, E-Olimp hesabına E-Olimpiyə girmək lazımdır. Bir də nəsə orada cookie istəyə bilir, amma mən ta Codeforce-u bilmirəm. Deyəm, mən özüm 2 dəqiqə həll edeyim. Application, cookies... Cookie-sə olmalıdır. JSON-u götürmək lazım idi. Nəyə götürmək lazım idi? G-Session ID. G-Session ID. Aha, buradadır. I found you. Yəni, özümü yoxlayım. Özümdə alınsa sizə də göstərim. Siz də eləyin. Protection deyək. Görəyəm, başımıza nə gəlir. Qoşa bildik. Deməli uşaqlar, mən sizə vaxtilə deyəsən Codeforce hesabı açdırmışdım, düzdür? Səhv eləmirəmsə hamının Codeforce hesabı olmalıdır. Yox? Yoxsa yox? Məncə. Məndə olmalıdır deyəsən. Bir dənə belə sual verim. Kim əmindir ki Codeforce hesabı var? Məndə var. Amina'da var, Çinar'da var. Günür səndə yoxdur. Əl qaldırın da uşaqlar. Mümkünsə əl qaldırın. Kimdə varsa. Yaxşı, yəni yavaş-yavaş eləyək onda. Məndə də var, girdim bax. Əslində, əsl hesab olmaq zorunda deyil. Gəlin belə danışaq da. Kimdə yoxdursa, əsl hesab zorunda deyil. Gəlin mən sizə bir dənə random account verim, oradan şey eləyim. İstifadə eləyim. Okey. Neyniyək? Mən o vaxtı random bir şey hesab açmışdım, deyirəm, axı olmalıdır. Tamam, kodca üçün açdıqlarımızdan birini verək sizə. Deməli uşaqlar, neyinirsiniz? Bu application falanı siz boş verin. Mən sizə həll edib göndərəcəm elə bunu. Rahat işinizi asanlaşdıracağam. Bunu kopyalayaq. Deməli, baxın, Google kimin Codeforce hesabı yoxdursa ona aiddir. Hətta olanlar da istəsə istifadə edə bilər. Bunu qəşəng bir dənə kopyalayırsınız buradan. Aydındır, kompüterdə. Sonra, bunu kopyalayandan sonra nə edirsiniz? O ki, submit-ə bastı, sizə burada həll göndərmə yeri açılır, düzdür? Ola bilər, bu açılsın, arxiv deyək də buna. Arxivdədirsə, yəni belə açılırsa, buna gəlin, onun account var, görürsünüz?
Onun accounta gələndən sonra burada mənə manage accounts var. Bir də qayıdıb izah eləyəcəm. Onun üçün biraz hələ ki tez-tez göstərirəm. Buna dediniz, browse session'a vurun. Mənim saatdığımı buraya yapışdırın. Ən sonuna atmışamsa. Protection'dan olana vurun. Hər ehtimala. Bu ilə hazır olmalıdır. Yoxlamanı yoxlayırıq mı? Kimə nə qaranlıqsa bir də sual versin, bir də izah edeyim. Hardan sonra nə etmək lazımdır? Hətta bir də Submitdən sonra giririk. Buranı bir də deyərsin. okey. Bunu kopyaladıq, laf bir də başdan deyim. Kopyalayandan sonra gəlirik. Deməli, submit-ə gəldik. Burada uzun sözün qısası manage account deyə bir şey görəcəksiniz. Burada da var, burada da var. Manage account-a vurdunuz. Okey, açıldı belə bir yer. Tamam. Sonra burada ortadakına vururuq. Sonra da mənim atdığımı buraya yapışdırırıq. Sonra da blind with protection var. Ona basırıq. Aydınmı? Bəli. Okey. Bunu eləyəndən sonra artıq heç nə, hamınız connect olacaqsınız şeyə. Mən özüm üçün açdım. Özünkünü eləyə bilirsənsə özünkünü elə. Ya öz accountun varsa. Tamam, Ayxan həll göndərməyi yoxlayır, görək. Mən indi də başqa bir error verdi. Gözlə, o erroru düzəldərik. Göstərin, atım Gözlə, görəcəm də burada. Məndə də oldu 1 2 3 deyə nəsə göstərir. Nəsə sıralama. Oxumadım amma. Wrong answer 1. Yəni keçdi də aslan. Yəni keçdi deyəndə yəni şey mənasında, yəni səhv verdi də. Mənim axı yazma şey, yəni olmadı. Başqa bir şey yazıb, qayda kimi bir şey yazıb. Bir dəqiqə. Hamı da indi bu eyni şey kimi görəcək bunu. Baxın, müəllim bunu verir. Mənə bunu verib. Bunu? Ya bəlməm. Bu neyinisin abi? Müəllim, mənə də bunu verildi. Mən 2-3 dəfə atandan sonra normal açılır. Mən də bütün suallarda 3 dəfə atmışam. Cavidinki keçdi məsələn. Çinənin dediyi kimi eləyim. Bir neçə dəfə atın eyni kodu. Göndərin sadəcə təzdən. 2 səfərdə 2-3 dəfə denedim oldu. Niyə hamı F sualını hər göndərir? Amma F məncə çox asandır. Və ən asan sual o idi. Yəni çox sadə idi. Olsun, yaxşı. Yaxşı uşaqlar, hələ ki 5 dəqiqə falan vaxt verirəm. Tez-tez bir dənə həllərinizi varsa göndərin. Həll göndərmək nə qədər çəkir? Mən də bir dənə test sualların şərtini tezdən oxuyum, yadımdan çıxılamsa. Bu Məndə bir yadımdadır. dərsi var axı həll. Onu denedim, sonra o bir sərdə girib baxdım, olmadı deyə çıxdım. Odur, increment. Uşaq kimlədirsə səsi bağlasın.
Müəllim, Aha. mən neçə dəfə göndərdim, olmur. Hansı sual göndərsən Ayxan? Bunu, B-ni? f. O, həmin errordan verirsin. Bayaqdan uşaqlar. F keçirək məndə keçirmiş kimi göstərir. Bax, wrong answer verir sadəcə. Yəni həllin səhvdir. Mən chatdəki error verir. Mən bayaq uşaq gördünüz, mən bundan verir. Bu da bundan verir. Unrated nə əlaqə? O nə demək? Müəllim, mən də qəbul olan deyə sual. Güzel deyirsən. Həlim eləyəndə nəsə səhv Üsyan olar. qaldırırlar. Necə? O bir də kod var ya, onu yapışdıranda nəsə səhv eləmişəm deyə olur. Bir saniyə şöyle. Başqa heç bir sualı həll atmır bu dəqiqə. Mən atmaq istəyirəm, o sadəcə o sualı atdıqdan sonra. Bir sən necədir Ayxan? Yəni o error oxuyanda, yəni buradan oxuduğumdan onu başa düşürəm ki, sadəcə belə də çox eyni vaxtda həll göndərənlərin sayı biraz çox olanda və rank olaraq rankınız aşağı olanda, yəni bu hesabın rankı biraz aşağıdır deyə biraz elə problemlər olurmuş kimi göstərir. Onun üçün yəni dediyim kimi bir neçə dəfə biraz gözlə yenə at, biraz gözlə yenə at, düzələcək. Tamam? Yəni onun üçün narahat olma. Amma yəni məsələn B-yə atırsan da deyəsən, elə dedin. F bir dəqiqə. Sən F-yə atmısan da bayaq. Bax görsən wrong answer verib artıq. Ucu keçib. Yəni bayaq atdığın hələ error verirdisə, o verən artıq düzəlib. Bax görsən wrong verib. Yəni səhv var. Kodunda səhv var. Aydındır? Müəllim, mən ancaq göndərəndə ancaq bundan verə baxır. Yəni başa düşürəm. Mən də onu deyirəm ki, o problem bilsən necə olur? Sənə deyir ki, bu dəqiqə həll eləyə bilmirəm sənin kodunu, yəni run eləmirəm. Sən görürsən ki erroru. Amma biraz keçir, sonra başlayırsan run eləmədiyin sualı run eləməyə. Aydındır? Mən indi sənə göstərirəm ki, bax bu dəqiqə. Sən bayaq atdığın kod indi wrong answer verib. Başa düşdün? Tamam müəllim. Okeydir, bax görsən yenə. Bu da görsən wrong answer verib. Aydındır? Mən bir ara başqa sual açıyanda onu da başqa şey verdi. Bu IP üçün çox o da olur, o da şeydir. olur, Yəni sən şey. necə sistemin səhvliklərini göstərməkdənsə problemi userin üstünə atmaq daha rahatdır. Yəni mən də elə deyirəm çox vaxt. Yəni elə olmağı daha effektivdir, aydındır. Onun üçün yəni çox sayt elə errorlar verir. Yəni heç vaxt deməz ki, problem bizdə idi, bizim server yaxşı işləmir. Hər zaman deyəcəklər ki, problem siz tərəfdədir. Yaxşı uşaqlar, gəlin neyniyək? Başlayaq, çox vaxtımız gedib onsuz da suallara yavaş-yavaş baxmağa. Yaxşı, başlayaq A sual. Birinci başlayaq elə sualından. Çünki hamının baxdığı sualdır. F sualından. Tez üstündən keçəcəm, çox üstünə qalmayacam. Uzun sözün qısası deyir ki, Timur sözünün hərflərinin yerini dəyişilmiş versiyası verilir. Əgər o verilibsə yes verin, yox, o verilməyibsə no verin. Uşaqlar, bu sualı eləməyin çox yol ola bilərdi. Yəni, bilmirəm, yəni, nə yazmışsınız, bir baxmayacam. Amma ən rahat yoldan danışmaq istəyirəm qısaca. Stringlərdə belə bir şey var ki, əgər A stringindən B stringinə gedə bilirsinizsə və C stringindən də bir yerlərini dəyişməklə B stringinə gedə bilirsinizsə, siz dolayı yolla A-dan C-yə, C-dən A-ya da gedə bilərsiniz. Bu nə deməkdir? Biz bunu deyəcəyik ki, məsələn, əgər A-dan A B-yə gedə bilirəmsə ki, hansı ki bu sorteddur, o zaman, məsələn, B A-dan buna gedə bilirəmsə, deməli, dolayı buna da gedə bilərəm. Yəni, mən nə etməliyəm? Əgər əlimdə olan X stringi ilə S stringini sortlayıb bərabərliyin yoxlasam və bunlar bərabər olsa, dolayı yolla nə deyəcəm? Deməli, S-dən X-a, X-dan da S-ə getmək olar. Aydın da nə demək istədiyim? O sual üçün. Aydındır. Başa düşürük.
Bəli. Okeydirmi? Bəli, bəli. Yəni qısaca 2 dənə stringi sort atıb bərabərliyini yoxlayacaqdıq ki, ikinci string by the way kiməsə qaranlıqsa Timur sözünü götürəcəydik. Yəni string olaraq 5 hərfli bir dənə söz verirdik sabit olaraq. X-i də alırsınız, S ilə yoxlayırsınız ki, sorted versiyalarını ki, bərabərdirsə yes ver, deyilsə no ver. Sadə bir, yəni kod yazmaq olardı. Yaxşı. Bu belə qayıdaq A sualına. Çınardan başqa heç kim həll göndərməyib və yaxud da göndərə bilməyib. Bu dəqiqə əlində həll olan amma göndərə bilməyən kimsə var A sualına. Heç kim yaza bilməyib Çınardan başqa sualı. Aminə yazmısan, yoxsa necə? Mənim əlimdə. Ha, tamam. A sualı o qədər çətin sual idi mi deyə soruşsaq, deyəcəksiniz ki, bəli müəllim çətin idi. Son şərtinə nə istəyir? Deyir ki, bir dəqiqə. Mən elə bir vektor qurun ki, oradakıların cəmi həm hamısıya tək olsun ya da cəm, həm də hamısının cəmi elə bir A-ya bərabər olsun. Bir sayılar da B-yə olsun. Bərabər. Uzunluğu K olan, yəni içində K-dən element olan bir massiv vektor nəsə qurun ki, o ədədlərin cəmi N-ə bərabər olsun. Plus da ki, içindəki bütün ədədlər ya hamısı tək olsun, ya da hamısı cüt olsun. Yəni, ya 1, 3, 5, 7 kimi, yəni ədədlərimiz tək ədədlər olsun, ya da ancaq 2, 4, 6, 8 kimi cüt ədədlər olsun. Heç biri 0 ola bilməz və yaxud da mənfi ədəd ola bilməz. Başa düşürük bunu. Okeydir mi sualın şərti? Məsələn, bir dənə test case-ə baxaq. Yəni bir daha deyə bilərsiniz. 13, məsələn, gəl nümunə kimi verək. K 3-dür, N 10-dur. Yəni 3 dənə ədəd seçməliyəm ki, ya hamısı tək olsun, ya hamısı cüt olsun. 3 dənə ədəd olsun və cəmləri 10 eləsin. Məsələn, 2, 2, 6 seçə bilərəm. Hamısı cütdür, 3 dənə ədəddir və cəmləri 10-a bərabərdir. Şərtlərimin hamısı ödəndi. Razıyıq? Və yaxud da 2, 4, 4 də seçə bilərdim uşaqlar. Nə baş verəcəkdi? Yenə, hamısı cütdür, cütdür. Hamısı cəmi 10-a bərabərdirmi? Bərabərdir. 3 dənə ədəddirmi? Bəli, 3 dənə ədəddir. Aydındır mı? Son şərti. Bəli. Uşaqlar, belə, yadınızda saxlayın ki, əgər bir sualda birdən çox cavab varsa, yəni cavab birdən çoxdursa, o zaman düşünün ki, mən bu sual üçün necə bir sabit fikir yarada bilərəm ki, yəni necə bir sabit cavab tapa bilərəm ki, bu cavab daha asan olsun, yəni digərlərindən. Nə mənada? Məsələn, bu sual üçün baxsaq, mən necə bir şey düşünə bilərəm ki, hər zaman işləsin və düşünmək də daha rahat olsun. Mənə nə deyir? Bir dənə şərtlərimi göz önünə saxlayıram. K dənə ədəd olmalıdır, cəmi N olmalıdır, ya hamısı tək olmalıdır, ya da hamısı cüt olmalıdır. Ədədlərin nə olmağı ilə bağlı, yəni kiçik böyük ədədlər olmağı ilə bağlı bir şey yoxdur. O zaman düşünərəm ki, mən əgər BD-də ya bütün ədədlərim tək ədədlər ola bilər, o zaman ancaq birlərdən istifadə edəcəm. Dedim ki, hamısını bir götür. Yəni, ola biləcəyin kiçik tək ədədi götür və ən axırıncını da elə bir ədəd götür ki, toplayanda cəmi N eləsin. Başa düşürük bunu? K dənə. Ya da ki, bunun cüt versiyası. Hamısını 2 götür, axırıncını elə bir ədəd götür ki, hamısı, yəni cəmi N eləsin və K dənə ədəd olsun totalda. Yəni uşaqlar, bu sualın 2 dənə mümkün halı var. Yəni ya tapdığımız ədədlərin hamısı cüt olacaq, ya da hamısı tək olacaq da, düzdür? Buna razıyıq. Yəni ya cavablar, ədədlərimiz təklər ola bilər, ya cütlər ola bilər. Tamam? Mən. O zaman hallara baxıram və bacardıq qədər sadə hallara baxıram. Yəni mən niyə ədədlərimi 38, 42, 16 cüt ədədlərə götürəndə niyə belə random ədədlər götürüm? Ondan sonra sabit olaraq hamısını 2 götürüm ki, nə olmasın? Axırıncı ədədi də təyin eləyəndə elə bir ədəd təyin eləyərəm ki, cəmi N olsun. Başa düşürük? Başa düşmədik? Bəli, mən başa düşdüm. Başa düşdük. Baxın, bir dənə nümunə götürək, üstünə baxaq. Məsələn,
Buradan bir dənə nümunə götürək. Bayda bunu şey eləyəcəm. Contribute eləyəcəm. Xoşum gəldi. Qəşəng idi. Məsələn, bir dənə test case götürək. İşləyən bir dənə test case. Məsələn, 8-10 götürək. N olsun 10. Tamam. K da olsun 8. Bu nə deməkdir? Yəni, mən totalda 8 dənə ədəd götürməliyəm. Ya hamısı tək olmalıdır, ya da hamısı cüt olmalıdır. Düzdür? Və cəmlərdə 10 olmalıdır. Razıyıq bu ilə, test case-in nə istədiyindən. Birinci baxaq təklərə. Məsələn, mən hamısını 1 götürsəm, 9 dənə 1 daha sonra 7 dənə 1 götürsəm, 1, 1, 1, 1, 7 dənə götürsəm və 8-cini elə bir ədəd götürüm ki, cəmi 10 eləsin. Yəni, 8 dənə ədədin cəmi totalda 10 eləsin. 7 dənə 1-in cəmi 7 eləyir. Mən nə gəlməliyəm bunun üstünə? 3 gəlməliyəm. Yəni, ən sonuncu ədədimi onun üçün müxtəlif götürürəm ki, cəmi düzəldə bilim. Aydındır? Başa düşürük bunu? Bəli. Aha. Bəli. O zaman baxıram ki, yaxşı, mən bu birləri götürəndə onsuz da bilirdim ki, bunların hamısı tək ədəddir. Yəni, hamısı birdir də. Baxıram, bu sonuncu qalan ədədim təkdirmi? Yəni, mənim şərtimi ödəyirmü? Okey. Baxıram ki, hə, 3-dür, yəni x 3-dür və hə, şərtimi ödəyir. Bu da təkdir. Hə, şo, deməli, cavab olaraq nəyi verə bilərəm? 7 dənə 1 ver, bir dənə də 3-ü ver. Şo, bu mənim şərtimi ödədi. Aydındır? Deyək ki, ödəməsəydi, keçəcəkdim bu səfər cütlərə baxmağa. Deyəcəkdim 2, 2, 2, 7 dənə 2 götür. Ən sonuncunu elə bir ədəd götür ki, 14 üstə gəl x 10 eləsin. İndi də baxıram ki, yəni də bu x mənfi ədəddir deməli, mənfi 4 eləyir. O da ki, yəni bizim ədədlərimiz 0-dan böyük olmalıdır hamısı. Deməli, belə, cüt ədədlər mənim işimi görməyəcək. Dediyim kimi, təklər indi işimizi görür deyə təkləri verəcəyik. Amma yox, işdir birdən təklər də bizim işimizi görməsəydi. O zaman da yəni nə tək alındı, nə cüt alındı, deməli cavabımız nodur. Ümumi sualın həlli belədir. Başa düşürük. Qaynaq nəsə varsa bir də gedək üstündən. Günnur, Çinar, Cavid, Ayxan, Aslan, Amina. Yoxdur müəllim. Yaxşı. Yaşqan onun koduna baxaq. Kodu biraz qəribədir. Qəlizdir biraz. Kod, çək. Mən niyə hesabda deyiləm. Amma xoşbəxtlikdən saytda biraz dəyişiklik verədiyim üçün. Nə? What? Şöyle bir saniye üzr istəyirəm. Bu niyə belə oldu? Logout desəm. Kod charge'ın özünə get. Trade now. Ha, şey gəlmədi. Tamam. Okey. Son belə t götürək. Bilirik ki, while t minus minus totalda bu while'ı t dəfə run eləyəcək. Düzdür? Bunu bilirik də, bundan danışmışam. Ya for yazmıram bir də bu sadəcə bir dənə şeydən ötürü, əsas fordan ötürü. Deməli, məndə m var və k var. Sin və k. Deməli, uşaqlar, birinci nəyi yoxlayacağam? Başlayaq təklərdən. Yəni, təkləri yoxlamağa başlayaq. Necə? Yavaş-yavaş gedmək istəyəm ki, birdən qəliz olmasın. Biz nə dedik? K dənə ədədin K minus 1 dənəsi birlər olacaq, düzdür? Ən axırıncı da elə bir ədəd olacaq ki, bunların hamısının cəmi n eləsin. Razıyıq bu ilə, bunu da x deyək. Bu ilə razıyıq. O zaman mənə burada x-in nəyə bərabər olduğunu deyə bilərsiniz. X qiymət olaraq nəyə bərabər? X bərabərdir, n çıxılsın k, üstə gəlsin 1. Hamı niyəsini başa düşür. Çünki, baxın, k minus 1 dənə 1 var. Üstə gəl x bərabərdir n-ə. Yəni, k minus 1 üstə gəl x n-dirsə, oradan x nəyə bərabərdir? N çıxılsın k, üstə gəl bir mörtəzəni açıram sadəcə. Aydındır mı? Qaranlıq nəsə varmı? Xeyr. X olacaq n minus k plus 1. Deməli,
Birinci nə yoxlayıram? Bayaq dediyimiz məntiq. Əgər x böyüdürsə 0-dan və x faiz 2 1-dirsə, yəni təkdirsə, o zaman şərtim ödənir. Yəni mənə nə lazımdır? Bütün hər şeyim ödənir. Ged neyinə? Int 0-dan i kiçik k minus 1-ə i plus plus cout 1, yəni birləri çıxışa ver. K minus 1 dənə cout, ən sonunda da bir dənə x-i ver. Handle və continue deyək hətta. Continue. Niyə continue? Çünki artıq cavabı tapdıq. Keç növbəti, yəni return 0 kimi düşünə bilərsiniz. Sadəcə biz axı bir dənə yox, bir neçə dənə sualı həll eləməyə çalışırıq. Ona görə də nə etsin? Keçsin o biri test case-i götürüb onu işləməyə başlasın. Yes, handle qaldı. Bir dənə bunu yazaq. Okey. Təki necə yazdığımız aydındır. Təkdə problem var. Evet, yok tamam. Okey. Təki yazdığımız məntiqlə biz cütü də yazacağıq əslində. İndi deyəcəyik ki, bu səfər k-1 dənə nə var? 2-lər var. Yenə 2-lər və x və bunların cəmini eləyir n. Bu zaman x məndə nəyə bərabərdir? Deyən, bir dəqiqə. Cavid deyə bilərsən x nəyə bərabərdir? Bunun cəmini eləyir. Buradakı 2-lərin cəmi, hamısının cəmi neçə eləyir? 2-lərin cəmi. Neçədən 2 var burada? 2k çıxır 2. Totalda 2k çıxır 2 dənə. Tamam. Bunun cəmini tapdın. Bu nədir? X, üstə gəlir x, bərabərdir n. X nədir buradan? N, bir də x nədir? 2k çıxır n. Riyaziyyat da bilmirsiniz. Bunu atla bu yana. X qalsın burada tək. N çıxılsın 2k. Bu çıxdı, olur burada üstə gəl. Riyaziyyat dərsi keçsin. Mən sizə riyaziyyat dərsi keçsin. Bala indi burada. Tamam. Mən görərdim, başqa şey soruşsunuz. Tamam. İndi gedirik yenə təzədən bir cüt olanlar üçün bu səfər x hesablamağa. Cüt yazıram üstünə qısaca. Ne dedik? N çıx 2 vur k üstə gəl 2. Baxın, kopyalayıb yapışdıracağım çünki eyni məntiqdir. Yəni təklərlə cütlər arasında çox da bir val fərq olmayacaq. X 0-dan böyüdür və x faiz 2 0-dırsa, cütdürsə yes ver. K-1 dəfə gedib bu səmər 2 ver. X ver. Continue ver və salam. Bu da bizim şeylər versiyamız. Cütlər üçün olan. Deyək ki, bunu tapmamısansa, yəni nə cüt ödədi, nə tək ödədi, cout, no, end. Bəs salam uşaqlar, bu qədər. Başa düşürük. Qaynaq nəsə var? Yok tamam. Dəqiq, hamıda. Evet. Amina, Gülnur, Çınar, Cavid, Ayxan, Aslan. Verməliyim. Bilmem. Pardon. Çınar yazmışdı onsuz da, Çınar'a. Amma koduna baxacağam, maraqlıdır, necə yazım. Qəşəng. Çalış, əgər məsələn bax, fikir ver. Burada da təkrarlanır. Burada da təkrarlanır. Burada da təkrarlanır. Bir şey neçə dəfə təkrarlanırsa Çınar. Yəni demirəm ha səhvdir, amma bir neçə dəfə bax, məsələn n-b, bir şey neçə dəfə təkrarlanırsa, onu get bir yerdə dəyişən kimi tanıd, ondan daha rahat yazarsın. Aydındır? Yəni özünə əziyyət vermə. Bəli. Dəyişənin zaten məntiqi budur da. Yəni biz ədədlərə daha sadə yolla yanaşmaq üçün yaradırıq. Bu çox asan sual idi. Haqqını verin. Sadəcə yazmamısınız. Son şərtində nə istəyir? Deyək ki, bir dənə massiv var. Məsələn, deyək ki, massivin ədədlərini qurmuram. Sadəcə belə massiv varsa indeksdən yazacağam. 0, 1, 2, 3, 4 şəklində. Siz ya tək indekslərin hamısını bir vahid artıra bilərdiniz, ya da ki, ancaq cüt indekslərin hamısını, yəni bütün ədədləri bir-bir artıra bilərdiniz və bunu neçə istəyirsə eləyə bilərsiniz. Məsələn,
təkləri artırsaz, 1-in qiyməti məsələn 5 idisə əvvəl olacaq 6. 3-ün qiyməti 7 idisə olacaq 8. Yəni həmin qiymət bir dəfə artacaq. Və bu əgər məsələn 5 olsaydı 5 üçün, yəni bütün tək indekslərdəki ədədlərin qiyməti 1 vaid artacaqdır. Və eynisi şeylər üçün keçərlidir, cütlər üçün keçərlidir. Məsələn 0-dır, 2-dir, 4-dür, 6-dır məsələn. Ədədlər varsa orada onların qiyməti 1 vahid artacaqdır qiymət olaraq. Və sizdən soruşur ki, bunu eləyərək massivdəki bütün ədədləri ya tək ya da cüt eləyə bilərikmi? Baxaq, yəni nümunə gedək. Məsələn, indeksləsəm 0, 1, 2. Cütləri artırmağı seçsəm, olacaq nə? 2, 2. Razıyıq. Və hamısı eyni yox, hamısı cüt ədəddir. Mənim şərtim ödəndi. Tamam, başa düşürük. Okeydirmi? Son şərti. Bəli, müəllim. Və kimsə bir də deyərsiz dedi, onun üçün bir də deyirəm. Və ya iki dənə operasiyan var da, ya təkləri seçə bilərsən, ya da cütləri. Təkləri seçsən, nə baş verir? Bütün indekslər, tək indekslər 1 vaid artacaq, yəni qiymət olaraq. Məsələn, ya da cütləri seçsən, bütün cüt indekslərin, ədədlərin qiyməti 1 vaid artacaq. Məsələn, mən burada nə elədim? Cütü seçdim. Nə baş verdi? 0, 1, 2. Cüt indekslər hansılardı? 0-dan 2. Nə oldu? 1 vaid artdı. Oldu 2, 2. Aydındır bura kimi? Okey. Və indi bizdən soruşur ki, bunu eləyib də, eləyə bilərik ki, massivdəki bütün ədədlərin hamısı ya tək olsun, ya da cüt olsun. Və məsələn, bir dəfə elədim və hamısı cüt ədədlər oldu. 2, 2, 2. Razıyıq. Görsün alındı. Cavab oldu yes. Tamam. Məsələn, buraya üçün baxın, uşaqlar. Siz nə edirsiniz, bunu yes eləyə bilməzsiniz, yəni alındıra bilməzsiniz ki, massivin bütün əməkləri cüt olsun. Niyə? Baxın, 0, 1, 2, 3. Birin indeksi ilə 3 indeksinə baxın. Biri tək ədəddir, biri cüt ədəddir. Yəni, baxmayaraq ki, indekslər təkdir, amma biri təkdir, biri cütdür. Nə deməkdir bu? Biz bilirik ki, təkin üstünə 1 gələndə cüt olur, cütün üstünə 1 gələndə tək olur. Razıyıq. Siz deyək ki, təkləri artırmaq istəsəz, 2 olacaq 3. Əvvəl cütü idi, indi oldu tək. Və eyni zamanda 3-də olacaq 4. Tək idi, oldu cüt. Gördünüz bir, ikisi də eyni vaxtda şeylərini dəyişdi. Tək cütlüklərini dəyişdi. Və siz bunu neçə dəfə eləyirsiniz, görəcəksiniz ki, alınmır. Başa düşürük nə demək istəyirəm burada? Bəli, bəli. Okeydirmi? Onun üçün də nə deyəcəyik? Bunun üçün cavab oldu no. Səbəbi də budur ki, yəni mən nə edirsəm eləyim, bu massivdəki bütün elementləri heç vaxt eyni tək cütlüyə gətirə bilmirəm. Məsələn, baxaq buna. Hamısı cütdür, heç bir şey eləməyimə ehtiyac yoxdur. Onun üçün də cavab elə yes-dir. Sonra baxaq bura. Baxın, 0, 1, 2, 3 indeksləyirəm. Təkləri 1 vaid artırmağı seçirəm. Yəni, bayaq deməkdir. Yəni, təklərin artırılmasını istəyirəm. Dolayısıyla nə olacaq? 1 təkdir deyə olacaq 2. 0, 1, 2. Bir dəqiqə, mən Ben aradaki bir indeksi. 3, 4'dür. Tamam. 3'dür, tək ədəddir. 1 vaid artacaq olacaq 2. Baxın, 1000 cütdür, 2 cütdür. 1000 cütdür, 2 cütdür, 1000 cütdür. Hamısı oldu mu cüt ədəd? Oldu. Şərtim ödəndi mi? Ödəndi. Bu da oldu mənə yes. Son şərti, həlli aydındır. Həlli tam deməyə, amma şərti aydınlığı nə istəyir? Bəli. Və şunlar, həlli də çox çətin deyil. Yəni, bunu düşünmək o qədər qəliz deyil. Əgər indekslər olaraq eyni tək və ya cüt indekslərin içində, məsələn, ki, biri, məsələn, ki, 2-də, biri 8-ci indeksdə. Bir ədəd təkdirsə, bir ədəd cütdürsə, bu avtomatik no-dur. Səbəbi də budur ki, siz... Çünki mən ikisi də eyni anda artır. Ay, sağ ol. Siz, məsələn, cütləri artırmağı seçəndə, cüt indeksləri, nə baş verəcək? Həm bunun üstünə 1 gələcəksiniz, həm bunun üstünə. Bu çevriləcək olacaq cüt ədəd. Çünki təkin üstünə 1 gələndə cüt olur. Cütün üstünə 1 gələndə olur tək ədəd. Yenə nə oldu? Yerləri dəyişdi, yəni tək cütlükləri dəyişdi.
Siz bunu bir də eləsəz yenə tək cüt, cüt tək. Bu şəkildə sonsuza qədər gedəcək. Onun üçün də deyəcəyik ki, tək indeksdə olanlar və yaxud da cüt indeksdə olanlar, yəni qrup kimi baxın bunlara. Bunlara bir qrup kimi baxın. Bunlara bir qrup kimi baxın. Cüt indeksdə olanlara da ki, deyək, bir qrup kimi baxın. Yəni bu qrup kimi işarələdiklərim ya hamısı tək, ya hamısı cüt olmalıdır ədədlər olaraq. Bunlar da ya hamısı tək, ya da hamısı cüt olmalıdır. Eyni qrup içində həm tək, həm cüt ola bilməz. Aydındır? Məsələn, buna baxın. Bu 2 3 tərəf. Bax, görək nə baş verəcək. Bu 2 ilə bu 2 cüt indekslərdir. Bax, bunu ilə bu. Bunu ilə bu təkdir. 2 ilə 2 ikisi də cütdür. Bunun üçün ödəndi. Bu cütdür, bu təkdir. Nə baş verdi? Eyni qrup içində biri təkdir, biri cütdür. Deməli, bu ödənməyəcək. Birisi ödənməzsə, deməli, nə oldu? Başa düşdü uşaqlar? Aydın olurmu? Bəli. Dəqiq, qaynaq nəsə var? Uşaqlar, yazmağı da çox sadə, yəni çox çətin düşünməyə ehtiyac yoxdur. Yəni, brute force matırsınız, nə edirsiniz, yəni özünüzdən asılıdır. Elə mən sadə bir kod yazacağam. Elə belə deyək, T1, T0, T2, 0, T3, T4, 0 götürəcəm. T3, T4, yəni çox abartmayacağım kodu. Belə bir kod yazacağım. For int 0-dan int t-nə i++, yəni massiv almıram, elə direkt bir dəfə istifadə edəcəyim üçün sadəcə bir ədəd alıb hər dəfə input alacağım. Snix deyəcəm ki, indi baxdığım indeksə uyğun, əgər i faiz 2 0-dırsa, yəni mən sanki düşünəcəm T1, T2 burada olsun. Yox, cüt, yəni təkdirsə indeksim, onda T3, T4 burada olsun. İndi izah edəcəm T3, T4 nəyə göstərir və yaxud da T1, T2. T1 deyək ki, neçə dənə cüt var, onu göstərsin. T2 də göstərsin neçə dənə, ya da tərsinə deyək də. T1 göstərsin neçə dənə tək var. T2 göstərsin neçə dənə cüt var. T3 göstərsin neçə dənə tək var. T4 göstərsin neçə dənə cüt var. Başa düşürük bu dəyişənlər nədir, yoxsa biraz daha ətraflı deyim. Baxın, mən nə dedim? 2 dənə qrup var, düzdür? Tək indekslər üçün olan, bir də cüt indekslər üçün olan. Baxın. İndi deyirəm ki, məsələn, T1, T2 olacaq burada. T1 ilə T2 olacaq burada. Yuxarı qrup üçün, yəni belə cüt indekslər üçün. T3 ilə T4 də olacaq tək indekslər üçün. Və T3 göstərir ki, burada neçə dənə, yəni bu qrupun içində neçə dənə tək var, neçə dənə cüt var. Niyə? Çünki hər ikisindən sayı şey olmalı deyil də. Belə də, məsələn, deyək ki, bir qrupun içində, məsələn, T3 0 olsa, T4 2 olsa nə deməkdir? Yəni ki, heç tək yoxdur, 2 dənə cüt var. Razıyıq? Başa düşürük? Və yaxud da T1 3 olsa, T2 0 olsa, o deməkdir ki, heç cüt yoxdur, amma 3 dənə tək var. Aydındır? Bəli. Qəşəng. Tamam, bundan istifadə edəcəm. Yəni, yenə bir dənə if qururam. Sadəcə bu səfərki sadə ifdir. X faiz 2 1-dirsə, T1++, as T2++, if x faiz 2 1-dirsə, bunu yazmağın daha rahat yolları ola bilər. Amma yəni mən ən brute force halı yazıram ki, yəni çox da bir qaranlıq olmasın. T4++, yəni ən başa düşülür məncə budur. Yəni uzun sözün qısası, burada 2 qrupa bölürəm indeksləri və indekslərin içindəki ədədləri də 2 qrupa bölürəm tək cüt olaraq. Və for qutarandan sonra nə deyirəm? Əgər, baxın, belə yazıram. T1 nida bərabərdirsə 0-a və T2 nida bərabərdirsə 0-a, yəni bir qrupun içində deməli hər ikisindən var. Deməli cavab nə oldu? Siyahut no. Endol. Else if. Əgər T3 nida bərabər 0-a və
T4 nida bərabərdirsə 0-a. Deməli, belə, bu səfər tək indekslərindən söhbət gedir. Orada da yenə, deməli, nəsə uyğunsuzluq var. Endo. Yox, bu iki qrupun heç birində problem çıxmadısa, shout yes. Endo. Başa düşdü uşaqlar. Qaranlıq nəsə var? Bu işlər aydındır. Ben Mən aydın. Qəşəng. Sonra bu da bizim B sualımız. Alright. C. Mən səhvimə baxa bilərsiniz B sualına. Baxacam. Unuttum. Gözlə. Ay maşallah. Runtime'a baxacam əsas. Vektor tək cüt, cəm və tək birdən A'ya qədər getdin. Bir dəqiqə, sənin heç kodunda şey yoxdur axı. Məndə. Bu sualda subtasklar var axı. Bax, yəni 4 var. Sonra 4 dəfə təkrarlanır. Yəni 4 dənə massiv verilir. Mən niyə bu kodu while-ın içinə yazıram? Bu normal kodumuzdur, yəni yazmalı olduğumuz. Mən niyə bunu while-ın içində yazıram? Çünki sualın şərtinə bax, 4 var. Sonra 4 dənə də massiv var, bir-birinə əlaqəsiz. Bəli. Sən bunu göz ardı eləmsən. Sənin kodunda bu yoxdur. Yəni. Ayo, bir dəqiqə, mən bunu belə gördüm. Hə, yo, düzdür, gözlə. Mən də Amma yox, yəni düz deyirəm, əslində nə mənada? Sən bir dəqiqə, bu else nəyə aiddir belə? Nəsə başa düşürəmsə bu koddan. Aman gidici. Uşaqlar, çox xahiş edirəm, tablara fikir verin. Heç nə başa düşmədim oradan. Hə, else bunun elseymiş. Sən deyirsən ki, get input'a al C-ni. Sən bunu belə yazanda, bu C axı yaddaşda qalmır. Niyə? Çünki sən bu məsələdə deyək ki, bu forun şeyi yoxdur. Mən onda onu açanda harda bitirim? Sinesdə elə bitirim. Yo, gözlə. Bir dənə yazıyorum neyinirsən. Deyək ki, düz yazmısan. Deyək ki, if Cəm nəyə göstərsən də? Cüt yaz. Mənim gedib cüt yerinə cüt yazmaq istəmişəm. Çaşıb gedib cəm yazmışam. Tamam, cüt deyək ki, cütləri bir şeyə salmısan, təkləri bir şeyə salmısan. Ne dediyim kimi, bu səndə şey olmalı idi. Sən burada məsələn başladı, bu forda başladı. Burada bir dənə qutarmalıydın. Tamam. Bunu bir də bir deyək. Ay sağ ol. Ki, yəni bu C-ni alandan sonra bunu eləyəsən ki, bu for qutarmamış, yəni sən bunu eləyəsən. Ondan sonra nə eləmsən? Cəmdə gedib say 1-i artırmısan. Cəmi sən runtime burada alırsan, bax. Sən şey deyə bilməzsən. Sıfırdan getməlisən size-a qədər. Vektorda indeksləmə axı 1-dən yox 0-dandır. Tamam. Bunu dedin, tamam, bu düzdürsə belə. Amma məsələn sən şeyi yoxlamırsan. Nəyə yoxlamırsan? Bu if-i biraz düzəltməlisən. Niyə? Çünki bu A nədir burada? Səndən. Müəllim, çoxlu müəllim demişdinizə qeyd edin. Onda deyirdi ki, təkrar qeyd etmisən. Yəni təkrar yazmısan bu sualı. Bildim, başa düşdüm. Ancaq mən görmək başa düşdüm. Bir dənə özüm dedim, sonra özüm deyəndən sonra özüm başa düşdüm nə demək, nə yazmısan. Səhvim var burdadır ki, düzdür, bayaqkilərdə səhv idi. Bu indi wrong verəcək. Wrong verməyinin də səbəbi budur ki, bax, məsələn, ola bilər ki, bax, sən burada nə yoxluyursan? Cütün. Deyirsən ki, hamısı cüt olsun. Amma sənə demir də axı şey olsun, hamısı cüt indeksdəkilər cüt olsun. Belə demir. Deyir ki, uzun sözün qısası, hamısı eyni işarə olsun. Məsələn, bu 0 da ola bilər eyni zamanda. Yəni, məsələn, cüt vektorunun içindəki ədədlərin hamısı tək də ola bilər və düz olar da bu. Elə deyil.
Bax, düşün ki altdakı və altdakı var ha. Sənin cüt şeyindir, vektorundur. Amma Bildim buradakiləri 3, 3, 3, 5 yazsam düzgün haldır da. Niyə hamısı eyni işarədir də? El deyil. Ha, Yəni bəli. sən bir operasiya bulan hamısını 4 eləyərsən, o birisilər də deyək ki, cütdürlərsə, sonra cavab yes-dir də. Yəni hamısını eyni şeyə gətirə bildin də. Elə deyil. Bəli. Başa düşdün aşağı yuxarı səhvin nədir orada, həm də Bəli. 2 dənə səhvin Ya, bir və 50'nin 100'den 50 alır da koy. hardasa da hə. Hardasa hə. Aydındır. Anladım. Tamam, belə. Keçək C-yə, vaxtımız azdır. Uşaqlar, bu sual çox möhtəşəm sualdır, amma yenə də tez baxaq keçək. Nə istəyir sualın şərtində? Deyir ki, düşünün ki, bu test case-ə baxaq əsas. Yox, bu da çox pis test case-dir əslində. Yaxşı test case yox deyə, bu nədir? Sualın şərtinə deyir ki, özüm yazacağım test case-i başım. Deyir ki, düşünün ki, sizin əlinizdə qutular var. Neçə dənəsə qutu var. Bu qutuların içində də şokoladlar var. 3 dənə bunda var, 7 dənə bunda var. 3 dənə bunda var, 4 dənə bunda var, 5 dənə bunda var. Tamam. Siz bu qutuları dostlarınıza paylamaq istəyirsiniz. Amma məsələn, deyək ki, Cavid götürür bu qutuları, başlayır istəyir ki, dostlarına paylasın. Görür ki, bunun içində 7 dənə var. Məsələn, bunun içində 3 dənə var. Deyir ki, mən bunu dostlarıma belə versəm, dostlarım inciyər də bir-birlərinə ki, birinə çox düşdü, birinə az düşdü. Onun üçün nə edir? Götürür bunların üstündən, bəzilərinin üstündən konfet götürür. Sonra paylayır. Və məqsədi budur ki, elə eləsin ki, hamısının içində eyni sayda konfet olsun, paylamazdan əvvəl. Və sonra paylasın. Yaxşı, biz ən çoxu neçə konfet saxlaya bilərik bu hər qutunun içində? Ortalama. 3 dənə, düzdür? Yəni hamısını 3 olacaq şəklə gətirə bilərəm də. Razıyıq bu ilə. Məsələn, hamısını 4 eləyə bilmərəm. Niyə? Çünki bunun içində 3 dənə var. Mən bu növ konfet tapa bilmərəm axı ki, bunun üstünə atım. Yəni 3 dənə konfetim varsa, mən yoxdan var eləyib bunu 4 eləyə bilmərəm. Amma bu 7-nin üstündən götürüb bunu 3 eləyə bilərəm də, düzdür? Yəni üstündən götürmək sərbəstdir, amma ora əlavə eləyə bilmirik. Razıyıq mı bu ilə? Okeymi bura kimi? İndi baxın, hamısını 3 eləmək üçün mən buradan götürmürəm, 0. Buradan 4 dənə götürdüm, buradan götürmürəm, buradan 1 dənə götürdüm və buradan da 2 dənə götürdüm. 4 üstə gəl, 1 üstə gəl, 3, totalda 7 dənə konfet götürdüm. Bu ilə razıyıq. Və bu 7-də bizim cavabımızdır ki, mən totalda neçə dənə konfet götürməliyəm ki, qutulardan. Onların hamısı bərabər olsun. Tamam mı? Baxın, məsələn, birinci test case-ə baxaq. Hamısına tez-tez baxaq. Okey. Birinci qutu. Birinci hal, yəni. Baxın, hamısını nəyə gətirəcəm uzun sözün qısası? 1-ə. Razıyıq. Və 1-ə gətirəndə bundan 1 dənə götürəcəm. Bundan 2 dənə, bundan 3 dənə, bundan 4 dənə. Bunların da cəmi eləyir 10. Yəni, bunun üçün cavab 10-dur. Tamam. Niyəsin aydındır? Baxın, bu qutuların içində baxmayaraq ki, çox konfet var. Amma bir dənə bunun içində 5 dənə var deyə, mən məcburam bunların hamısını 5-ə salım. Onun üçün riyaziyyatım yaxşı deyil. 995 dənə bundan, 995 bundan, 995 bundan, eyni sayda da bundan. Onları da 4-ə vursaz, eləyəcək 4995 eləyir də, yox? Aha. Yox. 3995. 3995 dənə konfet. Yox, düz demədim. 5 bundan gedir, 5 bundan gedir, 5 bundan gedir, 5 bundan gedir. $4000 çıxılsın neçə? 20. Düzmü demirəm? Ay, burada çox ədəd var. Mən birini yazmayıb. Burada bir dənə. Hə, minin biri bura çıxıb. Şu an bunu görmürəm. Deyirəm, bax, nəsə cavab qalıqlıdır. 25.
5 dənədirsə, eləyir 3975. Tamam, niyəsi? Baxın, bu da var, bu da buna aiddir. 6 dənə qutudur, hamısından 1000 dənə var, amma birində 5 dənə var deyə mən hamısını 5 eləməliyəm. Və hərəsindən 995 dənə götürəndə totalda 3975 dənə konfet götürürəm oradan. Aydındır? Başa düşürük. Bəli. Bir dənə qutudur, götürməyimə ehtiyac yoxdur. Hamısı zaten bərabərdir, götürməyimə ehtiyac yoxdur. Ən kiçik uzun sözün qısası 1-dir deyə hamısını 1-ə gətirirəm. Bu da eləyir hər neçəsə 38 falan, nəsə belə bir şey eləməlidir. 38, göz yaddaşım yaxşıymış. Aydın uşaqlar, sualın şərti, başa düşürük. Bəli. Uşaqlar, bunun kodu da əslində çox sadə olacaq. Nə mənada? Bir də söz demək olar. Buyur. Biz deyəsən buna ya bunun kimi ya da buna oxşar bir sual işləmişik. Ola bilər, ya sualların çoxsu bir-birinə oxşayır onsuz da. Uşaqlar, bunu eləməyin çox yolu ola bilər, yəni həddən çox yol ola bilər, amma ən rahatı əlbəttə ki, bir massiv götürüb, massivə sort atıb, ən kiçiyi tapıb, n, i++, sin, a, i, bir dənə sort atacaq bu massivə, sort, a virgül a plus n. Uşaqlar, indi hamı razıdırmı ki, bizim süpedidə hamısına a0-a gətirməliyik? Buna razıyıq. Yəni, ən kiçik ədədimiz a0-da artıq və mən bilirəm ki, artıq hamısını a0-a gətirməliyəm. Bir dənə elə cəm deyək, yəni neçə dənə gətirəcəyimiz olsun bu. For int i0-dan int n-ə i++. Cəm plus bərabərdir a-i çıxılsın a0. Bu nə deməkdir? Yəni, hər bir ədəddən a0-a gətirmək üçün neçə dənə konfet götürmək lazımdır. Onu tapıb cəmin üstünə əlavə edirəm. Bunu tapandan sonra cəmi endi ondan çox şey verir. Bu qədər. Qaranlıq nəsə varmı? Yox da mənim. Xeyr. Cavid, Çınar, Günlük. Əmin. Qəşəng. Bu da D. Yox, bu C idi. C. D sualı hələlik qalsın, vaxtımız qalsa gəlib baxarıq. Çünki heç kimin baxmadığı bir suala boş yeri izah eləmək istəmirəm. Çətin sual deyil, amma biraz uzun sualdır. Onun üçün deyim ki, qalsın gəlib baxarıq. Y sualı maraqlı sualdır. Nə istəyir? Deyir ki, bir massivimiz var. Belə eləyir biraz buranı. Aha. Deyir, bir massivimiz var. Biz bir operasiyada nə edə bilərik? Massivdən 2 dənə istədiyimiz elementi seçib, eyni vaxtda silə bilərik və bunu istədiyimiz qədər eləyə bilərik. Və məqsəd budur ki, massivdəki bütün elementlər müxtəlif olana kimi bunu eləyək. Məsələn, burada baxın, neçə dənə? 3 dənə 2 var, 3 dənə 3 var. Mənə lazımdır ki, neçə dəfəsə element silim və sonda qalan massiv ancaq müxtəlif elementlərdən ibarət olsun. Son şərt aydındır. Bir daha deyə bilərsiniz. Bax, məqsədim budur ki, sonda qalan massivdəki bütün elementlər müxtəlif olsun. Məsələn, bu dəqiqə bütün elementlər müxtəlifdir. Deyil də, düzü təkrarlar var. Mən indi onları siləcəm. Amma necə siləcəm? Mütləq ikisini seçib birdən siləcəm. Yəni, bir dənəsini seçib silə bilmərəm. İkisini seçib siləcəm. Baxaq. Məsələn, nələr seçib silə bilərik? Nümunə kimi düşünək. Məsələn, 2 dənə 3-ü seçib, ikisini eyni vaxtda silə bilərəm. Silərəm də, düzdür? Və 2 dənə 2-ni seçib, ikisini eyni vaxtda silərəm. Deməli, axıra nə qaldı? 2 ilə 3. Razıyıq bura kimi? Cavabımız onda, yəni uzunluğunu istəyirdi, səhv eləmirəmsə. Aha, neçə dənə element qaldı sonda? Neçə müxtəlif element oldu? Baxın, 2 ilə 3, 2. Yəni, 2 dənə element qaldı sonda. Biz size-ını veririk. Baxın bura. 2 dənə 9, 3 dənə 9 var. İkisini eyni vaxtda sildim. Baxın, ikisini siləndən sonra görək nə baş verdi. Nə qaldı geriyə? 9, 1, 1. Baxın,
birlər hələ də təkrarlanır, düzdür? Yəni birlər təkrar var. Baxın, bir dənə biri silə bilmərəm. Məcburan neçəsini siləm, ikisini eyni vaxtda siləm. Geriyə nə qaldı? Ancaq 9. Yəni cavabımız oldu 1. Yəni uzunluğumuz ən mümkün halda, ən maksimum halda 1 ola bilər. Başa düşürük? Bəli. Qəşəng. Sonra məsələn nəyə baxaq? 4-cüyə. Baxın, 2-dən 15 var, 2-dən 16 var. Nə edəcəm? 2-dən 16-nı silmək sərf eləməz mənə. Niyə? Çünki müxtəliflərimin sayı azalır və hələ də 15-lər təkrarlanacaq. Ondansa deyirəm 1-dən 16 ilə 1-dən 15-i silim. Dolayı onda nə olmuş olacaq? 15 qalır, 16 qalır. Yəni müxtəliflərimin sayı 2-dən qalır. 15, 16. Bu da oldu 2. Bura müxtəlif varmı? Yəni təkrarlanma varmı? Yox. Nəsə silməyimə ehtiyac varmı? Yox. Cavab oldu 4. Yəni olanların sayı. Başa düşürük uşaqlar? Bəli. Son şərtini. Bəli. Okeydir. Qəşəng. Yaxşı olar. Nə edə bilərik deyə soruşsaq, bu sualı biraz düşünsəz, görərsiniz ki, əslində çox sadə sualdır. Necə? Siz hər elementin, belə, sadə yolla başlayaq. Aslan, buyur. Mənim indi orada siz var deyə mən bir dənəm də var deyə 9'larla 1'lər var deyə. Aha, 9. Orada 3 dənə deyəsən 9, 2 dənə də 1 var idi. Hə, elə idi. Mən tərsinə yadda saxlamışam. 9, 1, 1. Hə, tamam. Sonra? Mən o 1'lər, yəni ikisi də bir anda getdi. Aha. Bir-birlərini sil, hə. Bir dənəsini silə bilmərəm. İkisini eyni vaxtda silməliyəm. Aydındır? Hə, oldu, mən anladım. Uşaqlar, artıq baxın. Yəni, belə test case yazmışkən belə danışaq. Məsələn, biz baxanda görürük ki, məsələn, 9-dan 3 dənədir. Amma neçə olmalıdır? Bir dənə. Razıyıq? Deməli, mən burada neçəsini silməliyəm? İkisini silməliyəm. Yəni, bu ikisi nə olur olsun silməliyəm. Bu ilə razıyıq? Bəli. Sonra, baxıram ki, burada neçə dənə 1 var? 2 dənə. 2 dənə. Amma mən neçəsindən qalmalıdır? Bir dənə. Deməli, mən burada neçəsini silməliyəm? Birini. Tamam. Bura kimi okey. Bunları toplayıram ki, totalda neçəsini silməliyəm? Eləyir 3. Özümə dururam, düşünürəm ki, mən necəsə, yəni 3 dənə elementi silə bilərəm. Düşünürəm ki, mən 2-2 silə gedə bilərəm də. Mən necə eləyim ki, 3 dənəsini silim? Bu alınmayacaq axı. Onun üçün məcburam ki, 3-ünü yox, 4-ünü silim. Başa düşürük? Bəli. Aydın olur uşaqlar. Niyəsi? Bəli. Aminə, Aslan, Bəli, Zabit, bəli. Sinar, Gülnur. Qəşəng. So, Bəli. əgər təkdirsə, təki cüt eləyəcəm. Yox, cütdürsə elə 4 iddirsə, məsələn, deyəcəm ki, hə, 4 ilə okeydir də, qoy elə 4 olaraq qalsın. Sonra, n dənə elementim varsa, neçə dənə silməliyəmsə, deyək t dənə, n-dən t-ni çıxaram, yəni silməyimə ehtiyac yoxdur. Zaten məndən sadəcə bir ədəd istəyir. So, zaten mən bilirəm ki, bunları silsəm, geriyə neçə dənə element qalacaq? Əvvəl n dənə var idi, t-sini sildim. Qaldı n minus t dənə. Bu da oldu mənim cavabım. Və salam, bu qədər. Yəni, mən nə etməliyəm? Hər bir ədədin sayına baxmalıyam və sayı birdən çoxdursa, onu bir dənəsini saxlayıb qalanlarını t-nin üstünə gəlməliyəm. So, bunu elədikcə t-ləri tapacağam, ən sonunda n minus t-ni çıxışa verəcəm. Yox, by the way, üzürsəm, t təkdirsə, t-ni bir vayda artıracam, sonra n minus t-ni çıxışa verəcəm. Okeymi? Bəli. Bu uşaqlar, belə, general həldir, yəni ümumi olaraq həllimiz budur və bunu yazmanın ən rahat yolu mapdir bu dəqiqə. Yəni, hər bir elementi mapdə saxlayacam ki, hər elementdən, yəni x elementindən neçə dənə var, count olaraq. Sonra bir dolayı yolla count minus 1'ləri toplaya gedəcəm. Sadəcə uşaqlar, mən sizə bir dənə trik deyim burada. Yəni, biraz düşünsəz görərsiniz ki, burada nə baş verir? Mən faiz 2'ləridir. Sayıların faiz 2'ləri. Hə, o da ola bilər, amma yəni ehtiyac yoxdur ona. Onu nəzərdə tutmurdum. Uşaqlar, sonda neçə dənə element qaldığını tapmaq üçün biz əslində belə bir yoldan istifadə edə bilərik. Ümumiyyətlə,
məndə olan elementləri totalda n-dən olduğunu bilirəm. Bəs bunu setə yığsam, yəni bu elementləri setə yığsam, o zaman mən nə alacam? Burada neçə dənə müxtəlif element var, onu tapacam. Bu ilə razıyıq. Bəli. Okay. Və bu müxtəliflərin s desə, yəni sayına, o zaman dolayı onu mən nə tapıram? Əslində bayaq burada yazdığım t var idi ya. Baxın, bu t məndə dolayı yolla n çıxılsın s olacaq. Niyə? Yəni b düşünün də. Sizin əlinizdə n dənə dəyişən ədəd var. Amma siz onlardan bəzilərini silib axırda ölçüsü s olan bir massivə gəlməlisiniz. Yəni size neçəni azaltmalısınız ki s-ə gələsiniz? Əlbəttə ki n-s dənə. Buna razıyıq. Yəni neçə dənə silməli olduğum n çıx s-dir. Razıyıq. Yəni massivin sayı çıxılsın setin sayısı. Başa düşürük. Bəli. Sonra bu t ilə buradakı t eynidir. Məsələn bu t 3 olsa, yenə mən düşünəcəm ki 3 dənə silə bilmirəm. 4 elə. O zaman yəni t-ni artır və ən sonunda cout yenə nə ilə n çıx t-ni çıxışa ver. Bu qədər. Yəni məhvə ehtiyac qalmayacaq. Sadəcə ədədi setə yığıb, massivi setə yığıb, daha sonra size-ından istifadə edib belə bir sadə kodla cavabı tapa bilərik. İdeya aydındır. Baxın, map-lə də yazmaq olar, amma set-lə də olan məncə daha sadədir. Okeymi? Qaranlıq nəsə varmı? Evet. Dəqiq. Yox. Cavid, Çınar, Gülnur, Amina. Xeyr. Okey, gəlin onda 2 dəqiqə tez kodunu yazaq, sonra keçək. Bura kimi silirəm. N-i aldıq. Massiv almayaq, ondan sonra set götürək. Set LLS LLX sinx s.insert x. Sonra LLT oldu nə? S n çıxılsın s.size. Sonra dedik ki, əgər t faiz 2 bərabərdirsə 0-a, üzr istəyirəm, 1-ə, yəni tək ədəddirsə, t-ni bir dənə artır. Ən sonda nə ilə? Cout t minus, daha sonra n minus t. N. Qaranlıq nəsə varmı? Xeyr. Xeyr, mənim. Onu yaydındır. Təşəkkür. Xeyr, mənim. Sonra F. Ha, bu Timur sualıdır. Bu baxdıq bayaq. Color blindness. Bu nədir? Bunu oxumamışam mən, bir dəqiqə. Green is color blind and can distribute green and blind. İşte two row of grid. Hə, deyir ki, uşaqlar, bir dənə dostunuz var. Bu yaşılla göyü, yəni greenlə bulunu bir-birinə fərqləndirə bilmir. Və bir dənə ekran var, sanki düşünün. Belə rənglər verilir. Bizdən soruşur ki, bu yoldaşımız bunları eynimi görür? Yəni onun gördüyü iki rəsm eynidirmi, deyilmi? Baxaq. Nə mənada baxaq? Nə dedik? Greenlə bulunu, yəni göylə green-i bulu hesab edir. Yəni uzun sözün qısası, harda bulu görsə götürə yerinə green yazaq. Baxaq. Bulu gördüm, yerinə green yazdım totalda. RG bərabərdirmi? Bərabərdir. Deməli yes. Sonra greenlər eynidir. Redlə bulu, baxın, redlə bulunu eyni görmür də. Yəni bunlar artıq onun gözündə fərqli rəngdir. Dolayısıyla bunları fərqləndirə bilir deyə burada cavab nə olacaq? Tamam, aydındırmı? Sonra məsələn green blue, yəni green ilə blue eyni gördüyü üçün, yəni bu iki dənə sətri eyni görəcək. Yes. Sonra blue'lar var, redlər var. Blue ilə red eyni görmür, onun üçün no. Yəni sadəcə stringdə bir belə deyək də for-la gedib, harda green varsa, uşaqlar onu blue eləyəcəksiniz və salam, və yaxud da blue'dursa green eləyəcəksiniz. Bu qədər. Sonra da s-dəki o biri stringə bərabərdirmi, ya yox. Ya uşaqlar,
Asan sualda niyə yaza bilməmisiniz, heç bir fikrim yoxdur. Yəni sadəcə baxmayıb durub üstümə gəlmisiniz. Valideynlərinizə şikayət etmək lazımdır, belə olmaz. Dərslər də başlayır, artıq çox tənbəlsiniz. Valla, nə qalıb ki? Yəni bunu yazmalısınız da artıq uşaqlar. Yəni bunu sualın şərti də çətin deyildi axı. Yəni balaca şərti var idi. Nə deyirdi? Yəni çox sadə bir sual. Yəni baxmamısınız sadəcə. Kodunu yazmıram, çünki kodu asanlıqda istəyirəm özünüz yazasınız. Sonra bu oyun. Maraqlı oyundur bu. Hamımız yəqin ki oynamışıq bu oyunu əsl həyatda. İndi bunun kodunu istəyir. Deyir ki, oyun oynayırlar. Sözlər yaza gedirlər. Əgər bir sözü bir adam yazıbsa, həmin adam 3 bal götürür. Yəni özünə 3 bal götürür. Əgər bir sözü 2 adam yazıbsa, hərəsi 1 bal götürür. Əgər bir sözü heç kim hamı tərəfindən yazılmışsa, heç bir bal götürülmür. Baxın, məsələn, birinci adamla birinci adamla üçüncü adam eyni sözü ABC-ni yazıb. Ona görə nə baş verib? Hərəsi 1 bal götürüb. Ortadakı amma özü tək onu yazıb deyə 3 götürüb. Ölkə, şəhər, paytaxt, nə bilim, heyvan falan var. Elə bir oyun var. Oynamısınız da, emin deyirəm ki, yəni hamınız Brawl Stars'dan falan bölməmişsiniz. İlla da bir dəftər qələmlə nəsə oyun oynamışıq. Yəni bu oyundur da, yəni bildiyimiz bu oyundur ki, yəni stringləri input ala gedəcəyik və bir-bir baxacağıq ki, uyğunluq varmı, yoxmu? Yəni bunun da kodunu artıq yəni yazaq da zəhmət olmasa, xahiş edirəm. Yəni nə mənada, yəni bu o qədər çətin bir sual deyil. Onun üçün artıq nə tapşırıram? G ilə H-ı indi yazırsınız bu dəqiqə. Hamı açır kompüterini yazır. G ilə H-ı yazmamış heç kimi buraxmayacağam. Qalanlarını da ki, hamısını bir kodunu izah elədim. Gəlin dərsə kimi hamısını bitiririk. Aydındır? Bəli. Bir dənə D qaldı. D-ni izah eləməyəcəm. Niyə eləməyəcəm? Çünki çətin deyil. Asan sualdır. Həqiqətən çox asan sualdır. Sadəcə kodu biraz uzundur. Vaxtımız həm çatmaz bu dəqiqə buna başlasaq. Həm də siz G ilə H-ı yaza bilməyəcəksiniz olsa. Ona görə hamı G ilə H-ı başlayır indi yazmağa. Tamam. Müəllim, mən gələn dərsdə hansı suallar işləyəcəm? Necə Çınar? Bu kontekst qutarıb da. Yo Çınar, uşaqlar sən başa düşməyin. Bu əsas homework deyil ha. Hələ bundan əlavə bir dənə də qoyacağam. Bu cəzadır sadəcə. İşin cəza hissəsidir. Yəni Çınar əziyyət çəkib o qədər sual yazıb. Siz niyə yazmalısınız deyə əlbəttə sorğulayacağam. Davay. Başlayan. Bax dediyim kimi uşaqlar, yəni G ilə H-ı yaza bilməmək artıq. Yəni də neçə 1 ilə yaxındır ki, artıq dərs keçirik. Yəni bu 1 ildə bu sualları yaza bilməyəcəyi səviyyədə deyilik də məncə. Məsələn, Ayxan yazıb. Maşallah, göz dəyməz. Aha, qəşəng kod yazıb. Malades. Özü yazıb mı? Özü yazıb inşallah. Özü yazana oxşuyur amma. Elə də Ayxan. Mən özüm yazmışım. Qəşəng. Bu qəşəng koddur. Səliqəli, səhmanlı, tablara fikir verilib. Bir anca AI köməyi ola bilər, amma yenə də əsas fikri özünündür. Biraz AI-dən kömək alıb, amma belə əsas ideya özü də yazdım məncə. C və H yazırıq da. Bəli, G və H-ı oturub bir-bir yazırsınız.
Kimə də koduna kömək lazım olsa, kömək eləməyə hazıram. Sign in olsam. Sonra indeksə gedərsəm. Bu məni login kimi göstərir. Amma login deyilmişəm kimi göstərir. Tamam, problemimiz var heçdir. Sign in desəm. Mən hesablayım, tamam. Əslində problem deyil, qala bilər belə. Göndərən yoxdur hələ. Aminə hint vereyim. İstəyirsənmi? Tapamasam soruşarım. Yaxşı, deyəcəm sadəcə, data tiplərinə fikir ver. Çox maraqlıdır. Kodu run eləmirsiniz bəs. Yəni məsələn, tamam kodu yazmısınız, amma heç mi belə də compilerdə mənim elədiyim kimi açıb da bir input verib də run olsa nə baş verər deyə yoxlamırsınız. Yəni bir də yoxlasan o dəqiqə səhvi görərsən əslində. Çinər, sən də Çinər deyirəm, özür istəyirəm Gülnur. Bu sualında yəni S-in daha çox kombinasiyası var. Yəni yazacaqsansa gərək hamısını yazasan. Ki məsləhət görmürəm. Totalda 125 faktorial 120 kombinasiya var bunların yer dəyişməsindən. Sən sadəcə birinci test case-də yəni
sualın şərsinə verilən nələrdən 4-ünü yazmısan. Aydındır, yəni hamısına bir-bir baxmaq əzabdır da. Niyə 120-dən bura bir-bir yazasan? Ona görə də elə şeylə yazsan, tamam, elə sort üsulu ilə yazsan daha rahat olar. Aydındır? Yaxşı. Qəşəng. Bir də baxa bilərsiniz. Axırıncı sualı yəqin məpdə yaza biləriksə. Haşı. Maplə bir düşünüm. Nəyini mapləyəsən bunların? Məsələn, bax, burada LLY sözü ilə burada LLY sözü var. Amma fikir versən görərsən ki, əslində bununla bunun heç bir əlaqəsi yoxdur. Sadəcə bu sütun var ha, yəni belə bir oyunu bir dənə yadıma sal. Məsələn, şəhərə yazdıqlarınla de ki, paytaxtda yazdıqların, paytaxt deyirəm, məsələn, meyvəyə yazdıqların, tərəvəzə yazdıqların heç vaxt bir yerdə götürülmür da, düzdür? Düzdür, çox vaxt eyni olmur zaten onlar, amma eyni olsa da götürülməz də, elə deyil. Çünki fərqli kateqoriyalardır da, tamam. Ona görə də map'i yığmaq biraz mənasızdır, çünki sən şey düşünməli olursan da, elə olsa, necə deyərlər, hər şey nəzərə alacaqsan. Yəni, buradakı LLY ilə buradakı LLY-i eyni götürəcəksən. Ya, bəlkə də nəsə başqa bir yolla düşünürsənsə ola bilər, niyə də yox, amma Amma ən qısa ağlıma gəlir, ona ki, o birisi çox uzundur məncə. niyə 3 dənə belə string massivi götürməyi düşünmürsən? Nə bilim, mənim ağlıma gəlmədi axı məncə. Nə bilim. Yəni, ən sadə ağla gələcək o olmalıdır da əslində. Yəni, səndə 3 dənə massiv kimi string var. Yəni, birinci sətir, ikinci sətir, üçüncü sətir. Elə deyilmi? Elə görsənmirmi orada? Bu deyə birinci adamın cavabları, ikinci adamın cavabları, üçüncü adamın cavabları. Sən deyək ki də, məsələn, bu sətrə baxırsan. Nədir? AI stringi ilə BI stringi, bir də C stringi. Üçü də fərqlidirsə, neynə? Bunu belə də, üçünün də fərqli olmağı, ikisinin bərabər olmaqlarını falanı, bəlkə bunu mapə uyğunlaşdırıb bir kod yazmaq istəyə bilərsən və yaxud da elə bunu ifləsin əslində daha qısadır if olma halı. Üçün müxtəlif olma halında hərəsinə 3 xal verəcəksən. Üçün eyni olma halında heç nə verməyəcəksən. Plus 0. Qalır müxtəliflər, yəni ikisinin uyğun gəlməyi. Orada da 3 dənə if var. Totalda 5 dənə ifə sən bunu həll edə bilərsən. Aydındır? Ya, wow, 120 kombinasiya yoxdur da. Yəni, 3 dənə ifə məncə həll eləmək olar bunu. Qəşəng, Aminə düzəltdi səhvini. Oha, yox, düzəltmədi. Bir dəqiqə, bu necə accepted verdi? What? Hə, düzəltmişsən, hə, tamam. Bunu düzəltməmişsən, ya, Aminə. Bu hələ də şeydir, eləldir. Düzdür, yəni vektor əlavə eləyəndə sən ASCII kodunu əlavə eləmiş olursan, yəni o vektoru elə götürür və ASCII kodlarına baxır. Amma yenə də düzdür, yəni kodun düz vermə səbəbi odur. Amma yenə də yəni onu da çar götürməliydin əslində. Nəysə, düz kodsa bir söz deyə bilməliyik. Çinardan gözlənilən o kod. Aha, keçdi deyəsən. Çınar, özün yazdın bu kodu. Bəli. 100%. Bunu özün qurdun. Bəli. Tamam, qəşəng. Tam time limitə düşdü, təəssüflər olsun. SIJ. Bilsən niyə time limitə düşür? Bir yandan. Memory nə qədər işlədir? Memorisi yoxdur, bir dəqiqə. For 3 dəfə gedirsən, 3 dəfə yox, çox gedirsən də, Çınar. Çox dövrüm var, yəni bu qədər getməli deyilsən axı.
Yoxsa sən hər bir adam üçün gedirsən, bunu başa düşdük. Hər bir adamın hər bir şeyinə gedirsən, tamam, bunu da başa düşdük. Hadisa on continue, ya bundan başqalarına get demək istəyirsən. Başqalarına gedəndə buna niyə baxırsan ki? Bu for artıqdır axı səndə. Niyə artıqdır? Çünki bayaq dediyim kimi, sən de ki bu sütuna baxırsan, yəni bu 3 dənə hala baxırsan. Sən niyə gedib məsələn deyək ki, deyək şəhərə baxanda, cityyə baxanda sən niyə gedib meyvə tərəvəzə baxmalısan ki? Yəni bu sözlə niyə buradakı sözü müqayisə eləməlisən ki? Bunun mühattabları bu üçüdür də. Yəni bu üçü bir-birinə əlaqəlidir də. Bu üçün ki bir ortaq şey yoxdur. Aydındır? Okey demək Çınar. Bəli, öyle. Yoxsa mən səhv deyirəm. Bəlkə mən səhv deyirəm. Bəlkə də mən səhv deyirəm. Bəlkə LLY-lar elə bir-birinə təsir edir. Ona mən də səhv demiş ola bilərəm. Bunu hesablamaq lazımdır əslində. Bəlkə də uşaqlar, açığı deyim, bəlkə də mən səhv deyirəm. Boynuma alıram ki, bəlkə nəzərə alırlar. Məsələn, buradakı LLY ilə buradakı LLY-ı nəzərə ola bilərlər. Əgər elədirsə, Cavidin dediyi düzüydü. Maplə yazmaq olardı. Hər bir adam üçün bunları mapəyik ki. Mən maplə yazdım, təqdim tutarım. Yarın yəqin ki göndərərəm. İnşallah. Mən də səhv demiş ola bilərəm, yəni. Dediyim kimi, bəlkə də məsələn, buradakı LLY ilə buradakı LLY bir-birinə təsiri var, bəlkə də. Çünki sualın şərtinə tam olaraq onu demir ki, var və yaxud da yoxdur. Sadəcə n dənə distinct söz yazdıqlarını deyirlər. Okey. Tamam, bu da belə olsun deyirik. Bu kodu necə sadələşdirə bilərsən, Çınar? Baxmaq lazımdır, yəni nə mənada biraz sadələşdirmək olar. Ben bir de Allah səhvimə bax, söz kodundakı. Baxmam hansı kod atmışsan. G kod, G sualı. Hə, gördüm. Vektor int yox, birincisi string. İkincisi bu nədir? Bax. Bu foru başa düşdüm. Test case'lərinin sayı qədər gedirsən. İçində t-ni alırsan ki, t nədir onu başa düşmədim bir dəqiqə. T verilirdim orada. Ben ne kadar da şey gedirir. Aysa, tamam, t-ni aldın, t də bir ədəddir, tamam, onu da başa düşdüm. Sən t dəfə gedib niyə hər dəfə AB stringini alırsan? Bax, o şeydir, problemdir. AB stringini sən forun içinə getmədən ala bilirsən də zaten. A stringi birincini alacaq, B stringi də o birisini almayacaq. Ya, bu for artıqdır. Tamam. So, o foru sil, da bilmirəm ondan sonrası düzdür ya yox. Yenə də bu vektorda çar elə. Vektor int yox. Niyə? Vektor çar elə onu. Tamam. Tamam. Cavid, Ümid sənədir. Bayaqçı error verdin, təzən göndərim. Əslində biraz gözləsəz, o keçəcək əslində. Siz şey olub, məsələn, bu da running olur mənim gördüyümdə. Səhv verdi. Səhv varmış. String ll. Niyə səhv verdi ki? Bizə niyə səhv verdi? Çünki sən map'ı artırırsan, sonra heç bir şey eləmirsən. x0, y0, z0. X-i verdin, y verdin, z verdin. Bunlar
hər dəfə 0 verməyəcəyimi səncə? Sən x artır update eləmirsən heç vaxt, y-i dəyişmirsən, z-i dəyişmirsən. Bunları necə dəyişməyini gözləyirsən? Elə deyilmi Cavid? Bəli. Möhtəşəm ideyamız desən suya düşdü. Sinəcim. Bayaq görmüşdük. Bizim tezat. Cəm də mən özüm yoxlayım. Kod. T məqsəd nədir? Yəni bir dənə tez gedək üstündən. Elements-nin string yox, map götürək artıq, nə dedik? Sizə map da o qədər effektiv olacağını düşünmürəm. Bir sözü sadəcə o yazıbsa, ancaq ona ver. Amma başqası da yazıbsa, daha point vermə. Necə sadə yazma olar bu sual? Sorta da bəlkə. Map'liyə gəldik şu anlar. Sadəcə o da nə qədər effektiv olacaq. Map'liyə uşaqlar. Gəl map'liyək. Nə mənada? Mən bu hız sualdır. Aha. LLM. LL data string. A. B. S. N. Ən məntiqli uşaqlar yol budur. Int i sıfırdan i kiçik n-ə i plus stringləri alıram 1-1 a i. Bunu gəlin 3 dəfə yazmayaq əllə. Bura kimi yəqin kod asandır və hamıya aydındır. Yəni nə edirəm? Sadəcə input alıram. Amma aldıqca da map'də artıramağı yoxlayacağam. Yəni deyəcəm ki, get bunu map'də artır. Map'ə əlavə elədi uzun sözün qısası. B-ini artır. A-i. Sonra nə baş verəcək? Belə bir kod yazacağıq ki, map'də olmağı nəyə göstərir? Map'də yəni olan qiymət bizə nəyə göstərir? Neçə dənə ümumilikdə bu sözdən var deməkdir də, düzdür? Və mən belə bir şey düşünəcəm. Yəni x0, y0, z0 düşünsək, məsələn a-ya x-i götürək. Int i0, i kiçik n, i plus plus. Baxın, bu dəqiqə a-i bizim adamın, yəni birinci adamın yığdığı, yəni yazdığı sözlərdir də, elə deyil. Və indi belə bir şey soruşuram. If m a-i nəyi göstərir? Ümumiyyətlə, if-i qoyun qırağa. M a-i nəyi göstərir? Bir də bunu düşünün. Map bizə həmin sözdən neçə dəfə yazılıb ümumilikdə onu göstərir. Düzdür? O zaman yəni mən həmin sözü mapin içinə salsam, bu mənə qaytaracaq ki, bu sözü neçə adam yazıb. Aydındır? Əgər birdirsə, deməli elə bir dənə bizim adam yazıb ki, ancaq burada plus plus olub. Tamam. Başa düşürük. 1 olma halında. O zaman neynə? X plus bərabər 3 elə. Else if m a i bərabərdirsə 2-yə. O deməkdir ki, bir bizim adam yazıb, bir də başqa kimsə yazıb. Başqa kimsə kim olduğu mənə maraqlı deyil. Sadəcə mənə bu dəqiqə x adamı lazımdır. Deyirəm ki, 7x-i bir vahid artır. Else 3 olma halı var. Orada da cavabın üstünə heç gəlmir. Deyək, else halını yazmıram. Deməli, A insanını, yəni birinci adamın yığdığı balları tapdım. Eyni qaydanı B və Y eləsəm, ikinci adam üçün taparam. B və bir dənə də təzədən bunu yapışdırsam və S və Z eləsəm,
Z və S. Bu zaman üçüncü adam üçün taparam. Cout X boşluq Y boşluq və Z. End oldu. Ən məntiqli kod bu dəqiqə, yəni sadə olaraq görsən Müəllim, mən yazdım. keçdi. Gəlməyin. Görsən içinə birinci olmadı mı? Tüh. Bir, 3, 1, 2, 2, 6, 9, 11, 5. Məncə belə olmalıdır elə. Aha, belə. Aydın uşaqlar, yəni ən rahatı və ən məntiqlisi məncə budur. Tamam. Deməli, homework. Bir də üstündən keçirəm. Kimin nə səhvləri var, baxaq 2 dəqiqə. Bax, mən danışa baxım. O zaman kimi homework deyim. 1. Bu kontest D sualı xaric hamısını qutarmaq. Rekorda düşüb, ən pis halda girib rekorddan baxacaqsınız. Plus, bu çox vaxtınızı almayacaq. Dediyim ki, onsuz bütün kodlar var. Ən pis halda girib rekorddan baxıb, yəni sualın kodunu yazacaqsınız. Bu 1. Plusdakı yenə çox sual qoymayacağım, çünki baxa qutara bilmirsiniz. Yenə də 5 dənə sual bu tipli qoyacağam. Tamam. Gəlin dərsə kimin plusda olaraq həll edəcəksiniz. Aydındır? Bəli müəllim, aydın. Okeydir. Uşaqlar, nə tapşırıram? Məsələn, deyək ki, ola bilər gəldiniz, submit-ə bastınız. Necə indiki kimi şey olur ha. Deyək ki, burada nəsə bu tipli problem olsa, mənə deyin, əgər özünüz eləyə bilmirsinizsə. Sizə bayaq atdığım kimi yenə belə bir kod atım. Tamam. Yəni bundan atım, yenə connect eləyin, davam edin həll göndərməyə. Aydındır? Bəli, Bəli. Okey. bəli. Tamam, hamı. Amina. Bəli. Qəşəng. Ev tapşırığı aydındır, nə verdiyim. Bəli. Belə uşaqlar. Deyəcəklərim bu qədər. Bu sualın sözünüz var. Yoxdur müəllim. Xeyr. Belə uşaqlar, sualınız yoxdursa çıxa bilərsiniz. Sağ olun. Müəllim, müəllim. Sağ olun.